Salam dostlar. Bugünləri uşaqların beynəlxalq müdafiə günüdür və bir çox yerdə tədbirlər keçirilir. Uşaqlar üçün və burada da Heydər Əliyev Mərkəzinin parkında da uşaqlar üçün tədbir var. Mənim yolun üstü olduğu üçün istəyirdim sizin üçün çəkeyim, saxlayayım. Amma belə baxıram ki, saxlamağa yer yoxdur. Burada yenilənmə işlər gedir deyə hər yan hasarlanıb. Və təəssüf ki, mən ora keçə bilməyəcəm. Yəqin ki, maşını saxlaya bilməyəcəm. Ona görə buradan çəkib sizə məlumat verirəm. Hal-hazırda tədbir artıq başlayıb. Bilmirəm, siz görürsünüz, belə yox. Orada şarlar falan, bax, burada buraxırlar içəri. Amma maşınları təəssüf ki, bilmirəm, buraxmırlar deyəsən. Ona görə bura girə bilməyəcəyik. Belə, sizə prosta məlumat verin, baxın da belə. Burada tədbir keçirilir. Axşama kimi yəqin ki olacaq bu tədbir. Kim yaxında olursa, yolu rahatdırsa, uşaqlarınızı gətirin. Amma günün istisində belə balaca uşaqlarla indi məsələn çox istidir də. Dəhşət bir isti var. Yəni bu istidə məncə yox. Belə göstərim sizə, baxın. Az da olsa belə proqladayım sizə.